quruculuğunun ilk illərində milli zabit kadrlarının azlığı çox problem yaradırdı. Məsul vəzifə sayılan tabor komandiri vəzifəsini bəzən elektrik, bəzən taksi sürücüsü, bəzən də inşaat mühəndisi icra edirdi. Bu səbəblərə görə milli tariximizdən bixəbər olan bəzi kəslər ümidsiz bir halda deyirdilər ki, biz ordu qura bilməyəcəyik. Belə bədbin kəslərə vaxt ayırıb, onu Türk babalarımızın döyüş tarixindən dərs verməli olurduq. Başa salırdıq ki, dünyada ilk savaş sənətini bizim əcdadlarımız yaratmışlar. Biz cəsur Oğuz türklərinin varisləriyik. Erməni güclü arxası olan bir köpək kimi nə qədər qudurğanlıq etsə də, biz tezliklə onu susturmaq üçün peşəkar ordu quracağıq. Şükürlər olsun ki, arzularımız gerçəkləşdi. İndi güclü zabit potensialımız var. 44 günlük misilsiz vətən savaşımızla milli genetik bağlılığımızı real şəkildə zəfər tariximizə yazdı. Zabit hərbi kontekstdə komanda heyətindən olan şəxs deməkdir. Yüksək cavabdehlik və qəhrəmanlıq tələb edən bir vəzifə növüdür. Bu söz polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə 3 yerə bölünür. Kiçik, baş və ali zabit heyəti olur. Azərbaycan dilində işlədilən zabit sözü ərəb mənşəli sözdür. Ərəb dili anlamında əmr edən, zəbt edən mənasını verir. Zabit çox mərd bir simadır, müqəddəs şəxsiyyətdir. Zabit vətənin qədrini heç vaxt unutmur. Vətən ilə daim ruhi rabitəsi olur. Həmişə vətən ilə bir yerdə ağlayır, bir yerdə gülür. Zabit dedikdə ilk növbədə millətin şərəf timsalı anlaşılır. Şərəf bizim mənəvi tacımızdır. Şərəf millətin ali və müqəddəs sərvətidir. Şərəfi qorumaq hərbisi zabitlərin müqəddəs borcudur. Bu onların şəhanə bir missiyasıdır. Bu yükü daşımaq üçün bizə həvəsləndirici impuls lazım deyil. Bu yükü daşımaq gündəlik işimiz, vəzifə borcumuzdur. Hərbisi zabitlər xalqımızın şərəf daşıyıcısı kimi millətin qaymaq üzüdür, elit təbəqəsidir. Hərbiçi zabitin şərəfi heç bir halda şəxsi xarakter daşıya bilməz. Bu şərəf Azərbaycan xalqının şərəfidir. Bu şərəf milli dövlətçiliyimizin şərəfidir. Bu şərəf milli dövlət rəmzlərimizin şərəfidir. Ən nəhayət bu şərəf ictimai fikir kontekstində xalqımızın yekdil səsi ilə siyasi hakimiyyət başına gələn möhtərəm prezidentimiz Müzəffər Ali Başkomandanımız İlham Əliyevin şərəfidir. Yazdığım bu şeiri müzəffər zabitlərimizə ithaf edirəm. Onu babam Babəkin ocağından od alır. Şanlı soy kökümüzü iftixarla yaşadır. Bizə kəm baxanların
gözlərinə ağ salır. Ölkəmin İnam dağı, Azərbaycan zabiti. O topçu Şıxlı Niskinin dirilən bir arzusu, xalqın elit övladı, tükənməz bir ruzusu, əhdində möhkəm olan əbədi bir namusu, ölkəmin İnam dağı, Azərbaycan zabiti. Möhtəca yer qoymadı, gücləndi qəlb təpərim, tarixi uğurlardan çoxaldı al səhərim. O ərsəyə gələndən söküldü qəm kədərim, ölkəmin İnam dağı, Azərbaycan zabiti. Siz Heydər liseyində dünyaya göz açdınız, öndərin zəkasında günəş kimi saçdınız. Qarabağ savaşında düşmənə od yaxdınız, ölkəmin İnam dağı, Azərbaycan zabiti. Niyyəti qəhrəmanlıq, dəyişməz heç ünvanı, onunla ayaq astı uzun zəhər kərvanı, hünəri ilə bəzəyir anam Azərbaycanı, ölkəmin İnam dağı, Azərbaycan zabiti. Güclü zabit dayağı ölməz qüdrət deməkdir. Sadiq ordu varlığı enməz dövlət deməkdir. Zəngin hərbi ehtiyat sönməz taqət deməkdir. Ölkəmin İnam dağı, Azərbaycan zabiti. Bütün Azərbaycan zabitlərinə eşq olsun.